Gəldim evə, o pis bir vəziyyətdə gecə yarısında. Qızım çıxdı qabağa, deyir, bir-iki dənə deyir, mənə söz dedi. Heç o sözü adam utandığından dilinə gətirmirdi. Deyir, mənə bir-iki dənə deyir, söz dedi. O sözlə mənim həyatım dəyişdi. Yüksək maliyyə imkanları var idi, həyatımdan bezmişdi. Bir dedim ki, bilirsən niyə həyatımdan bezmirsən? Çünki özünlə əlaqəni qırmısan sən, əzizim. İşvi çatdır da, proqramı yekunlaşdır da, yarıya can getmədə. Çoxları yarıya qədər gedib yarıda dayanır. Yaxşı insanlarla kontaktını sən qırsan, zülmət tərəfin qalib gələcək və sən o bataqlığa girib artıq məhv olacaqsan. Ona görə bir işi hamlığı ilə eləyə bilmirsənsə, bir gözəl işləri, onun hamısını da tərk eləmə, bacardığın qədər elə. Sən şəxsiyyətin xəsisdirsə, sən bu asanlıqda pul xərcləyə bilməyəcəksən. Çünki şəxsiyyətini xəsis şəxsiyyət kimi formalaşdırmısan uzun müddət. Əldə fanar olur, görsən qaranlıqdır. Bura qədəri göstərir də mənə, düzdür? O tərəfi göstərmir. Bir addım geçsə o tərəfi də göstərəcək də. Bir addım geçsə o tərəfdə. Sən məyus olma, da buranı görən ora yoxdur. Sən bura qədərin şükrün ver. Mən birinci görürəm inancı. Bax bu inanc adamı ən qatı narkotikdən qurtulub, cinayət aləmindən bu adamı çıxardıb, nə bilim, ailəsi ilə ünsiyyətini qurub. Edim, etməyim. Getdi fürsət. Qatar getdi. Qatar getdi, əzizim. Gedişdin. Başqaları elədilər. Müqəddəs yer boş qalmır. Biz bəzi vaxtlar 2-3 addımla istəyirik nəticələr əldə edək. Tələskənlik məyusluq gətirir. Çox tələskən varlıqsan, təəssüf olsun. Sənin təbiətində tələskənlik var. Salam əziz izləyicilər, hər birinizi xoş gördük yenidən ortaq nöqtə verilişində. Əziz qonaqlarımızı salamlayıram, hər biriniz xoş gəlmisiniz. Bildiyiniz kimi mövzumuz zərərli vərdişlərlə bağlı, zərərli asılılıqlarla bağlı idi. Keçən veriliş bu mövzu ətrafında bir qədər danışdıq. İstərdim ki, belə bir sual verim. İnsanın həyat və keyfiyyətini müəyyən edən əsas amil onun düşüncə tərzi və bu düşüncəsindən doğulan davranışlarıdır. Düşüncələr davranışlara, davranışlar isə təkrarlandıqca vərdişlərə çevrilir. Əgər insan vərdişlərində böyük və əhəmiyyətli dəyişiklik etmək istəyirsə, mütləq şəkildə öz düşüncəsini dəyişməlidir. Sualı belə qoymaq istəyirəm ki, insan düşüncəsini dəyişməyə haradan başlamalı və necə dəyişməlidir? Buyurun. Bəlkə də bizim əsrimizin ən böyük kəşflərindəndir ki, bütün həyatımızı əgər bir araşdırsaq, baxıb görərik, əksər hissəsi doğrudan da vərdişdir. Və vərdiş əvvəl davranışla əlaqələndirilirdi. Yəni, düşünürdülər ki, davranışda vərdiş yaranır. Və bölürdülər davranışda olan vərdişləri iki yerə. Pis vərdişlər, zərərli vərdişlər və yaxşı, faydalı vərdişlərə. Ancaq sonra baxıb görürlər ki, vərdiş yalnız davranışlara aid deyil də. Bizim düşüncəmizdə də vərdiş var. Sən müəyyən bir müddət ərzində bir səvkidə düşünürsən və o sənin bir vərdişə çevrilir. Və bu düşüncə vərdişləri arasında çox örnəklər var. Baxıb görürsən ki, bəziləri ancaq ağ-qara düşünür. Dost-düşmən bölgüsü aparır. Bu mənim dostumdur ya da düşmənimdir. Məni ilə eyni fikirdə deyilsə, bu deməli düşmən mövqedədir. Və yaxud da maksimalist düşüncə tərzi var ki, onu da deyirlər ki, o da vərdiş əsasında yaranır. Sən bir işi ya mükəmməl görməlisən, ya heç görməməlisən. Əgər o mükəmməl hissi səndə yaranmadısa, sən o işi üzə çıxartmırsan. Bu yazıçılara da aiddir, incəsənət xadimlərinə də aiddir, alimlərə də aiddir. Hansı bir layihəni bir də görürsən, istədiyin effekti verməyib, sən o layihəni davam etdirmirsən. Və yaxud da maksimal effekti alana qədər o qədər işi uzadırsan ki, artıq həvəsdən, motivasiyadan düşürsən. Bu, həmən o yanlış, zərərli düşüncə vərdişindən qaynaqlanır. Bəzən olur ki, sən nəticəyə birbaşa keçirsən. Hansısa bir işi görürsən və yaxud da dostuna zəng eləmişsən, dostun telefonu götürmədi, mesaj yazmışsan, biraz yubandı cavab verməkdə. Onun cavabını, onun izahını dinləmədən sən deyirsən ki, bu mənə nəsə belə deyim də, küsüb məndən və yaxud da mənə qarşı fikrim dəyişib. Hansı ki, ola bilsin, bu insanın başqa bir problemi var, hansı bir məntiqi bir səbəbi var. Buna deyirlər ki, birbaşa nəticəyə insanın tullanması, bir izahat gözləmədən. Bu da zərərli vərdişdir.
O qədər belə zərərli vərdişlər var ki, bu hamısı düşüncəyə aid olan zərərli vərdişlər. İctimai Hisslərimiz- münasibətləri daha çox pozan səbəblər. Bu hər şey vərdişlərdən biri. düşüncədir də. Yəni sənin düşüncən əgər bir zərərli düşüncə formasını alıbsa, sən artıq bu cür düşünürsən, avtomatik sən elə bu düşüncə ilə yaşayırsan. Səhər açılan kimi sənin beynində olan o zərərli vərdiş mexanizmi işə düşür və sən günün sonuna qədər ancaq beynin o cür düşüncə istiqamət. qəlibləri ilə işləyir. Hansı ki, onlar hamısı yanlışdır və sən elə bilirsən ki, bu qənaətə sən özün gəlmisən, elə bilirsən ki, sən düşünmüş halda bu nəticəni çıxartmısan. Bir halda ki, bu vərdişdir. Bəzi vaxt o prosesi sən anlaya bilmirsən. Çünki William James'in vərdişə tərifi var. Deyir ki, bu avtomatik davranışdır və o davranışda sən prosesi izləyə bilmirsən. Sən ancaq gözünü açırsan ki, nəticədəsən. Və bu proses sürətlə gedir. Əslində vərdişlərin psixoloji mexanizmi ondan ibarətdir ki, insan az enerji xərcləsin. Çünki sən nə qədər düşünürsənsə, təhlil eləyirsənsə, sənin beynin orada yanacaq məsrəf eləyir. Ancaq vərdiş zamanı iş avtomatik yolla icra olunur. Buna deyilir qısa yol. Vərdiş bizdə bir qısa yollar formalaşdırır. Sən orada beyin orada heç bir hərəkət eləmir, passivdir. Passiv axına buraxır da. Beyin özünü axına buraxdığına görə o vərdişlər beyinə sərf eləyir. Qoruma mexanizmidir, az güc sərf eləyir və bizə sərf eləyir. Ona görə beyin özünü qorumaq üçün, bizim enerjilərimizi qorumaq üçün nə edir? Düşüncədə, davranışda, hisslərdə o vərdişləri formalaşdırır. Hisslər, məsələn, baxıb görürlər ki, hissdə də vərdiş var. Bu da çox maraqlı bir şeydir. Hisslərdə vərdiş nədir? Sadə örnək deyim. Bəzi adamı görürsən, səndə qıcıq yaranır. Bəzi danışıq tərzi var ki, səndə qıcıq yaranır. Bəzi danışıq, bəzi sözlər səndə bayağılıq hissini yaradır. Bu hissin yaranması, baxıb görürlər ki, bir neçə dəfə sən o hissi hansısa bir şəxsə nisbətdə, sözə nisbətdə yaranıbsa, avtomatik o şəxsi görəndə, o şəxsin tipində olan kimi görsən, səndə o negativ hiss yaranır. Adamı tanımırsan, o qiyafə, o abu-hava, hansı ki o şəxsdən sənə gəlir, səndə ona qarşı bir qıcıq və yaxud da sevgi, bu cür hallar yaradır. Bəzi geyim formaları var. O geyim forması səndə ziyalılıqla assosiasiya olunur. Hətta savadsız və düşüncəsi, başıboş bir insan belə təlimdən biri də elə başıboş, orada spikerlərdən biri üzləşmə formunda başıboş olanda belə bir mövzudan danışdı. O beynimə gəldi, dedim. Bu da əslində qəlibdir də. Sən yaxınlıqda eşitdiyin ifadə formasını danışıqda istifadə edirsən. Bu da hamısı vərdişdir. Beyin zəhmət çəkib lüğəti vərəqləmir. Bu yaxınlıqda eşitdiyi hansısa bir ifadəni avtomatik üzə çıxardır və alternativ olaraq istifadə edir. Deməli, bu hamısı hissi vərdişdir. Sən o hissi kökünü araşdırsan, baxarsan ki, məntiqsiz bir hissdir də. Yəni, niyə bu insanı sevirsən? Niyə bu insanı sən alim zənn edirsən? O qədər araşdırmalar var. Mən bir-bir onlara getmirəm. Sən baxıb görürsən ki, yəni bu nəyə görə elmlidir, bu elmli deyil. Və yaxud da kök insanı sən həmişə ona uyğun peşələrlə assosiasiya eləyirsən. Ya aşpazdır, ya nə bilim restoranda işləyir. Yəni ancaq bəlkə bu insan kitabxanaçıdır və yaxud da bu insan bəlkə nə bilim idmançıdır. Sən bunlarla heç vaxt assosiasiya eləmirsən də. Bunlar hamısı düşüncə qəlibidir və hiss qəlibidir. Və həyatımızın bəziləri 43%-ni, bəziləri 50%-ni deyirlər, araşdırmalara görə dəyişir. Mən deyərdim 80%. Düşüncə, hiss, davranış ümumilikdə 80%-i anca davranışdır. Anca vərdişdir. Biz vərdişlə, axınla gedirik. Düşüncədə, hissdə və davranışda. Faciəvi tərəfi nədir? Faciəvi tərəfi odur ki, biz yanlış düşüncə vərdişinə tutulsaq, yanlış hiss vərdişinə biz qurşansaq, bu da özünlə bağlı yanlış davranışlar gətirir. Sonluq faciəvidir. Və cəmiyyət böyük bir uçuruma doğru gedəcək. Və sən vərdişi dəyişmək üçün böyük zəhmət çəkirsən. Deyirlər ki, necə eləyək ki, oxu mədəniyyətini yaradaq, necə eləyək sağlam həyat tərzini formalaşdırıq və çətinlik çəkirik. Çətinlik odur ki, böyük bir sistem zərərli düşüncə, zərərli hiss və zərərli davranış axını ilə gedir. Və bu axın maarifə ziddir, bu axın daha çox şou, daha çox qısa kontentlər oxuyurlar. Sən bunları qalın kitabları necə oxutduracaqsan?
oyunlar bunlar həvəskarıdır, bunlar daha çox nə bilim əyləncəli hansısa bir videolara maraq göstərir və axın buna doğru gedir. İndi sən bu axının qabağına çıxıb bir valideyn olaraq övladını bütün bu maraq dairəsindən çıxardıb kitaba, təhsilə, dərsə, idmana gətirmək istəyirsən. Təbii ki, çətin olacaq. Və yaxud da axın gedir ancaq hansısa bir şeyi dinləsin, zövq alsın, sən onun qabağını kəsib bir dənə kitab vermək istəyirsən. Hansı ki, onun qanunluğundan baxanda bunun beynində artıq bir yorğunluq, nə bilim, faciəvi bir hisslər, sıxıntı, belə bir şeylə assosiasiya olunur kitab. Onu təbii ki, bir dəfə atılan addımdan sən bu axını dəyişə bilməyəcəksən də. Ona görə bu vərdişlər bizə cəmiyyəti idarə etməkdə faydalıdır. Vərdişləri anlamaq, vərdiş psixologiyasını anlamaq, övlad tərbiyəsində faydalıdır. Gözəl vərdişləri yaratmaq mövzusunda bizə faydalıdır. Bunlar həyati verilişlərdir. Yəni bizim bu veriliş əslində təhsil ekspertlərinin, mədəniyyət sahəsində çalışan insanların, aidiyyatı qurumların müzakirəyə çıxardacaq və dinləyəcəyi mövzudur. Çünki biz burada onların sahəsinin pərdə arxasını və işləmə mexanizmlərini başa salırıq. Sən bunu bilməsən, övlad tərbiyə eləyə bilməyəcəksən. Bunu bilməyən müəllim uşaqlara təhsil sevgisini yarada bilməyəcək. Bunu bilməyən hansısa aidiyyatı qurumda orada olan o məsul şəxs heç vaxt maarif sahəsində bir irəliləyiş eləyə bilməyəcək. Ona görə bunlar çox ciddi bir mövzudur. Yaxşı, pis vərdişlərdən necə onları qurtaraq, indi ona gələrik də. Dostlar bir fikirlərini desin. Bir mövzunu da bunu eləyək ki, yaxşı da burada yaxşı müsbət vərdişləri necə yaradaq? Maraqlı. Buyurun müəllimə. Təşəkkür edirəm. Demək, birinci tezis budur. Sən həyatını müsbət vərdişlərlə formalaşdırmaq istəyirsənsə, müsbət düşünməlisən, baba müəllim dedi. Ay Allah. Çünki düşüncə olmasa, sən müsbət iş görmürsən, əvvəl bir şeyi düşünürsən, sonra edirsən. Dostlardan biri dedi ki, mən niyə görə maşın almamışam? Dedim, ona görə ki, maşın almağı düşünməmişsən. Heç vaxt. Bu düşüncə səndə olmayıb. Və salam, bu qədər sadə. Birinci düşüncə gəlir, o səni hərəkətə gətirir, divara diriyir o düşüncə. Sonra əmələ gətirirsən, bəli. İndi burada bir sual var. Bu müsbət düşüncə var, bir də mənfi düşüncə var. Necə ki, müsbət iş var, bir də mənfi iş var. Heç kim deməsin ki, müəllim, yox, sən bilmirsən, əxlaq nisbidir. Əxlaq nisbidir, Amerikada olan yaxşı Azərbaycanda yoxdur. Yox, əzizim, 50 dəfə danışmışıq. Bu da 51-ci dəfə olsun. Yaxşılar, pislər aşağı-yuxarı dünyada eynidir. Heç kim dünyada qətli caiz bilmir. Sağlam düşüncəli insanlardan söhbət gedir. Aşağı-yuxarı eynidir. Kimisə qarşısında təbəssümlə çıxırsansa, bu müsbət haldır. Oğurluq pisdir. Başqasının hüququna təcavüz etmək pisdir. Bunlar olmasa, bu ağıldır da, ağıl. Danışmışıq bu barədə. Bunlar olmasa, heç bir şey formalaşmaz. Din də o ağlın üstündə, sağlam zəkanın üstündə qurulub. Bizim qəbul etdiyimiz İslam, bu əziz din. İndi gəlirik bu məsələyə. Yaxşı. Yaxşı iş var, pis iş var. Deməli, yaxşı düşüncə var və pis düşüncə var da. Hər işin özünün düşüncəsi var. Mən yaxşı düşüncəyə bir dənə tərif etmək istəyirəm, sonra keçək söhbətə. Yaxşı düşüncəli ol, yəni necə ol? Cavab. Yaxşı düşüncəli ol, yəni həyatı müsbət gör, pozitiv gör. Müsbət baxıram, Quranda bir möhtəşəm ayə var. Bunu başqa çıxışlarımda da demişəm bir neçə dəfə. Amma dönə-dönə qaydılması ayədir. İsra surəsinin 84-cü ayəsi. Qul kullun ya'malu ala şakilətih. Peyğəmbər deyir insanlara böyle. Hər bir insan şakiləsi əsasında rəftar edir. Sənin şakilən nədirsə, əməlin də odur, sual. Şakilə nə deməkdir? Şakilə bir mənası şəxsiyyətdir.
Sənin şəxsiyyətin nədirsə, əməlin də odur. Sənin şəxsiyyətin yalançı şəxsiyyətdirsə, əməlində də yalan danışırsan da. Bu yalan danışmaq göydən düşmür, əzizim. Sənin şəxsiyyətindən doğur. Düzdür. Sən keçən dəfə danışdıq, vərdişlər əsasında şəxsiyyət formalaşır. Sənin şəxsiyyətin səxavətlidirsə, bəh. Sən istər-istəməz dözə bilmirsən, xərcləyirsən. Formalaşdırmısan da, xoşbəxt adamsan, səxavətli adam. Sənin şəxsiyyətin xəsisdirsə, sən bu asanlıqda pul xərcləyə bilməyəcəksən. Çünki şəxsiyyətini xəsis şəxsiyyət kimi formalaşdırmısan uzun müddət. Yaxşı, Quranın bir ayəsi budur. Şakilənin bir mənası budur. Bir mənası da niyyətdir. Şakilə niyyət. Sənin niyyətin nədirsə, həmən düşüncə. Düşüncən nədirsə, buna bir dənə açıqlama verim, tez keçək. Düşüncən nədirsə, əməlin də oldu. Sual. Necə düşüncə? Mən bunu biz nəyə bənzədirəm? Hazırlıqlı sürücüyə. Hazırlıqlı sürücü. Bir sürücü var, neçə ildə maşın sürür. Artıq hazırlıqlıdır da bu adam. Birdən bir maşın çıxır qarşısına, tez əyləcə basır. Mələkə halını alıb. Niyyət də o cürdür. Sən niyyətində həmişə hazırlıqlısan. Baba, niyyət qalıb orada hazırdır. Bugün xidmət etmək imkanı yaranmadı sənə. Yaransaydı, situasiya yaransaydı, edəcəkdin. Amma bugün yaranmadı da. Sabah yarandı. O hazırdır. Şakilə hazırdır. Situasiya yaranan kimi sənə əmr verir. Et. Formalaşdırmırsan artıq. Əziyyət də çəkmirsən. Fikirləşmirsən də. Aydındır. Etdin. Yenə də 2 gün yaranmadı o situasiya. Yaranmayıb da. Baba, o çox vacibdir. Niyyət, şakilə. O çox vacibdir. İndi bu şakilənin niyyətin mənası düşüncə. Düşüncə məndə hazırdır. Bazadır. Təhrik edici amildir. Dayanıb. Situasiya yaranan kimi tez hərəkətə geçir. Yubatmır. Fürsəti əldən vermir. Tez. İmkan vermir. Fəstəbiqul xeyrat. Yaxşı işlərdə birbirinizlə yarışın. Fürsəti əldən vermir. Dur belə fikirləşmir. Etməyim. Getdi fürsət. Qatar getdi. Bəzən gecikirsən. Qatar getdi, əzizim. Gedişdin. Başqaları elədilər. Müqəddəs yer boş qalmır. Quranda var, mən yərtəddə minkum an dinihi fəsəvfə yətillahu bi qavmin yuhibbuhum və yuhibbunəllah. Kim sizdən dindən qayıtsa, çox gələcək. Yerinə başqalarını götürəcək, daha yaxşı. Tezliklə sizin yerinizə elələri gələcək ki, Allah onları sevir, onlar da Allahı sevir. Məsələn, müqəddəs yer boş qalmır. Xeyir iş yaranıbsa, dərhal elə. İndi 5 manatda, 10 manat, 100 manatda imkanın çatırsa, situasiyanı buraxma. İndi o situasiyanı buraxmamaq üçün səndə o niyyət, şəxsiyyət şakilə hazır olmalıdır, formalaşmalıdır. Situasiya yaranan kimi tez fürsəti əldən vermir. İndi bu məsələnin bir tərəfi. Sual. Bunu yaratmaq üçün nə etmək lazımdır? Gəldim baba müəllimin indi sualına. Cavab. Mən 3 dənə təklifim var. Bir. Mən həyata müsbət baxmaq istəyirəmsə, mənim düşüncələrim o təhrik edici amil, müsbət düşüncə, niyyətim müsbət niyyət olmağını istəyirəmsə, mən yaxşı iş görən insanlarla oturub durmalıyam. Bəli. Müsbət düşüncə müşahidə etdiyimiz yaxşı işlərdən formalaşır. Mən görürəm bir adam yaxşı iş görür, müşahidə edirəm, ondan otururam, dururam, nur saçır da, işıq saçır. O işıqdan mənə də gəlir. Kunu ma'as-sadiqin. Bəli. Ustadlardan biri danışırdı, bir neçə gün bundan qabaq təsadüfən qarşıma çıxdı. Təbrizli müsəlman filosofu, Ustad Cəfəri.
Nəsir Balağıya şərhi var, Mövlana Rumiyə şərhi var. Bertrand Russell'lə məktublaşmaları olub. İngilis dilini bilirdi. Hə. Böyük müsəlman filosofu. Deyir ki, dərsdən çıxdım, deyir, pilləkənlərlə gəlirəm aşağı, daş pilləkənlərdir. Bir tələbə yaxınlaşdı mənə, gördüm sualı var və ciddi sualdır. Bəzi tələbələrin sualı ciddi deyil. Bəzilərini görürsən ki, yox, ciddidir. Danışığından hiss edirsən ki, adamın dərdi var. Hiss edirsən, görürsən onu. Bir oturdum pilləkənin üstündə, daş pilləkənin üstündə. Və hövsələ ilə bunun sualını cavablandırdım. Böyük filosof, alim, daş pilləkənin üstündə oturdu. Bir 20 il keçdi bu hadisədən. Həmən adam indi bir vəzifəyə çatıb, iş adamı olub, vəzifə adamı olub, mənə məktub yazıb. Bir o məktubda saxlayıram. Kağız məktub yazıb. İndi bir neçə il bundan qabağın söhbətidir, təxminən bir 30 il bundan qabağın söhbətidir. Deyir ki, 20 il qabaq sənin o hərəkətin mənim atıma bir qırmancı vurdu. Atım hələ də çapır. Qəşəng söz. Əbiri o idi. 20 ildə atım çapır, dayanmır. Ustad deyirdi ki, ola bilər mənim cavabım onun yadından çıxıb dediyim. Amma əməlim yadından çıxmayıb. O işim, pilləkənin üstündə oturmağım. O onu motivasiya eləyib. Hansı cəhəti? Yəni bunun Təvazökarlığı, təvazökarlığı. təvazökarlığı, səmimiyyəti. Bəli. Böyük alim filosof oturur daş pilləkənin üstündə tələbəsinə hövsələ ilə sualını cavablandırır. Maraqlı deyim alimlərim dediyi məsələ. Adam hərdən özü xırda bilir o işi də. Heç belə o bəlkə də özü yadından çıxartmış da. Bəli. Amma nə boyu təsir edib Nə də. boyu? Çünki əməl maraqlıdır. var. İnsanlar əmələ bax. Biz hamımız eləyib. Biz əmələ baxırıq. Bir adam səhərdən axşama qədər xeyriyyətçilikdən, yaxşı adam olmaqdan danışır. Amma özü addım atmır. Xəsisin biridir. 1 manatı çıxanda canı çıxır. Bizə təsir eləmir. Görəndə bir adam da var, heç danışmır. Əməldə göstərir. Əməldə. Məsələn, şəhidlərimizin o işi, şəhadət fədakarlığı. Bizim hər dəfə mən öz payıma deyirəm, yadıma düşəndə ondan əxlaq dərsi alıram. Əməl deyir, danışmayıb, əməl eləyib. Əməl eləyib, canını verib. Mən səhərdən axşama qədər danışıram. Elə bilmək olmaz o imtahandan çıxacam, yoxsa yox. Mən danışıram, müəlliməm, danışıram. Şimdi, bu vacib məsələdir. Ünsiyyət, yaxşı adam kimdir? Yaxşı iş görən. Vəssalam. Yaxşı adam, yaxşı iş görən adama deyirlər. Quranda 47 dəfə keçib. وَالَّذ۪ينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ. Dərhal. İlahi sənə inandıq, iman gətirdik və yaxşı iş gördülər. Yaxşı adam odur ki, o yaxşı iş görür. Yaxşı adamı kostyumu ilə, maşını ilə, pulu ilə, parası ilə, savadı ilə dəyərləndirmirlər, əzizim. Yaxşı iş görüb. Savadı var. Bir neçə kasıb ailənin uşağına ödənişsiz, pulsuz xidmət edib, yoxsa yox? Yoxsa yox. Bizim bir dostumuz var, repetitorluq eləyir. Müəllimdir. Həm də dəyərli alimdir. Deyir ki, bölgələrin birində, niyə bölgənin adını çəkmirəm? Ona görə ki, Azərbaycanın hamısı mənim üçün eyni şeydir. Eynidir. Bütün kətləri, şəhərləri, rayonları. Bütün Azərbaycan mənim üçün eyni məkandır. Fərqi yoxdur. Ona görə bölgənin adını çəkmirəm, fərqi yoxdur. Gəncə, Lənkəran, Qazax, Şəki, Quba, Qusar, hamısı eynidir. Çünki bu gözəlliklər bütün hamısında var. Bütün kətlərimizdə, bütün şəhərlərimizdə var. Deyir ki, mənim müəllimim, məni hazırlaşdıran universitetdə müəllim deyir. Məsələn, 30 nəfərə, 40 nəfərə dərs deyirdi. Hər il 5-6 nəfər onun orada deyir payı var idi. Kasıb ailənin uşaqlarına pulsuz dərs keçirdi. O hər il var idi orada. Xoşbəxtliyə bax, xoşbəxtliyə bax. Əməldə göstər mənə. O cür insanlarla oturub durmaq insanın düşüncəsini dəyişir həyata. Deyirsən ki, həyat nə gözəldir. Yaşamağa dəyər, yaratmağa dəyər. Yaxşı insan. İndi sonra danışarıq. Qalanları iki növsüz qalıb. Vaxtımı dondururam. Deməli, belə Peyğəmbərin gətirdiyi mövzular dərin mövzular idi, sözsüz ki.
O, yəni köklü, fundamental fikirlər buyurdu. Amma deyir, Peyğəmbərin ətrafına yığışırdılar hansı xüsusiyyətinə görə? Deyir, "Vələv kunta fəzzən qalizəl qəlbi lənfəttu min havlikə." Ətrafına deyir, əxlaqı ilə, əməli ilə çəkirdi, amma fikirləri də neydi? Sonra deyirdi. Siz bu elə qısa möhtərəzəsə dedim. Əslində, müəllim də maraqlı bir mövzu açdın o ayə ilə. İndi o ayə ilə də bu mövzuya elə bilirəm daxil olmaq olar. Kullun ya'mal ala şakiləti. Eyni elə bir mövzumuzla çox bağlı bir ayədir. Şakiləni də izah verildi qısa olaraq. Şakilə insanın elə şəxsiyyəti dedikdə müəllim, dünya görüşü, xarakteri, baxışı, belə deyək, vərdişləri, təbiəti, hamısını yığsaq şakilədir. Maraqlıdır ki, şakilə insan əməlinə təsir göstərir. Amma bu şakiləni dəyişmək də olar. Əməl də şakiləyə təsir göstərə bilir. Yəni, buyururlar ki, insan get-gedə, məsələn, tutaq ki, bir şakiləsi var, xəsisdir. Xəsislik də vərdiş ola bilər də. O da bir şakilədir, bəli. Vərdiş edib də, bir vaxt demirsiniz, bu adam elə xəsis adamdır artıq. Xəsislik bunun xərcləməməyə vərdiş. Təbiətinə çevrilir, vərdişinə çevrilir, necə deyirsə deyə. Bu adam bu pis vərdişini dəyişmək istəyirik bunun. Deyirlər, ilk öncə neyək? Bir budur ki, düşüncəsini biraz təsir göstərə biz. Yəni, həmən nöqtədən özdə. Bir böyük bir mütəfəkkirlərdən birinin söz idi. İndi yadıma düşdü bunlar. Mən yazılan başqa idi. Deyir ki, məsələn, bir adam xəsisdir. Niyə xəsisdir? Deyir, mənə qalsın. Niyə verim ki, çıxsın əlimdən? Özünə istəyir də. Deyirlər, oradan başla. Nə verəndə də sənə qalır. Aysun. Verməyəndə sənə qalmır. Mən yadıma bir dənə hadisə düşdü. Peyğəmbər qurban kəsildi, payladı hamısını. Paylayanda biraz qalmışdı. Budundan qalmışdı. Xanım qayıtdı ki, bizə bu qaldı. Dedi, bizə o qaldı. Bu başqa bir yerdən görür, baxış. Bu başqa bir mədəniyyətdir də. Mədəniyyətdir. Fikrini dəyişdi də adamı. Oradan belə də baxmaq olarmış sən demə. Ki, bu da qalırmış insana. Bunun üçün də yenə də biz dönüş eləməliyik insanşünaslığa. Fundamental mövzudur ki, insan özünü tanımalıdır ki, bu öz kimdir? Bu öz 70 ildən mi ibarətdir? Bu öz yoxsa əbədi bir varlıqdır? Elə bilirəm, başlamalıyıq oradan, ta gəlməliyik asasda bura. Əgər bir insan hələ o nöqtədən başlaya bilsə ki, qardaşım, bəli, hələ sənə deyirəm ki, xəsis olsun, sənə qalmayacaq. Hələ istəyirsənsə sənə qalsın, belə etsin sənə qalacaq. Yenə həmən nöqtədən başlayıb və ona kömək eləyərək vərdişini dəyişə bilərik müsbət istiqamətə. İstiqaməti verə bilərik, elə o içindən inəyərik onu, o mexanizm içindən hərəkətə gətirmək mümkündür. Və deyirlər, şakilənin bir formalaşması da həm düşüncəyə təsir edir, bir də praktikaya keçməlidir. O insan nəsə eləməlidir. Yəni, hətta baxın, əxlaq ustadları, alimlər buyururlar ki, biraz öncə hər iki dəyərlimiz toxundu bu mövzuya. Deyir, insan nəsə eləməliyik də, etməsən olmayacaq. Başlamalısan, etməlisən ki, get-gedə o şakilən də formalaşsın. O pis vərdiş, yaxşı vərdişə çevrilsin və dəyişilsin. Bu belə ki, bu danışdıqlarımdan. Burada düşüncə mühüm faktordur. Burada cəhd eləmək, praktikaya keçmək, bu da çox mühümdür. Bəzi vaxtlar elə nəzəriyyə həddində qalır məsələlər. Bir alimin yaxşı sözü var, deyirdi, bir ömürlük məlumatımız var, bir gün yol getməmişik. Məlumat boldur, amma həyata keçirməmişik də, bir hərəkətə keç düşməmişik, hərəkətə başlamamışıq. Və bunun üçün insan nə etməlidir? Birinci olaraq... Düz istəyirəm, Mövlana deyir ki, həft şəhri eşqra, əttar gəşt, ma hənuzən dərxəmi, yek kulçeyim. Deyir, Əttar Neşabur, Əttar. Eşqin 7 eşq şəhərini gəzdi, biz elə birinci küçədə qalmışıq. Əhsən. Simorq əsəri də budur da, bir o keçə-keçə, bəzilər qırılır, biri şükürdən keçəmir, biri səbirdən keçəmir, axırda Simorq, 30 dənə gəlir Simorqa getir. Nəsə, oradan da gəldik bura. Bir dənə hədis deyə bilərəm. Buyurun. Hədis yazmışam burada, qabaqlayıram amma mövzudan. Deyir ki, çox xoşuma gəldi. Deyir ki, orijinaldan icazə verin. Deyir, fəizə içtimətin niyyə vəl-qudrə vəl-isabə və tofiq hunəlikə təmmə səadə.
4 şey yığışmalıdır bir yerə ki, sən səadət əhli olasan, xoşbəxt olasan. 4 dənə nədir? Birinci buyurur, içtimətin niyyət. Niyyətin olmalıdır. Mütləq. Niyyət olmalıdır. Bəlli olmalıdır. İkinci buyurur ki, qüdrət, əzm, iradə yəni. Başda at addımı artıq. Platon deyirdi ki, ilk addım yolun yarısıdır. Bəzi vaxtlar ilk addım çox çətindir. Başda hərəkətə gələcək. Məsələn, Peyğəmbərimizə baxsaz, Allah Teala Quranda buyurur ki, iqra, oxu. Onu deyəndən sonra deyir ki, qum, qalx. İqra və qum, qalxmalısan. Dayanma ya. Qum, qum ildeyinə. Ucu hərəkət, qum fənzir, qalx, qorxud, çəkin, başa sal ki, qabaqda istəkli işi gözləyir və s. Deməli, deyir, niyyət olmalıdır və əzm, iradə olmalıdır və tövfiq. Tövfiq budur ki, ilahi müvəffəqiyyət. Yəni, Allahla da bir ünsiyyət lazımdır, rabitə lazımdır. İlahiyyatçı damarım tutdu mən. Allahla ünsiyyət, o rabitə olmasa, o çətin o vərdişlər var, oradan çıxmaq biraz qəliz deyə, yəni bağlanasan. Mən hərdən gəlib ağlayıblar, Allah şahiddir ki, mən niyə bu hallara qaldım, çıxa bilmirəm də. Mən belə deyildim, deyir, qardaş. Özümü aciz görürəm, ürəyim partlayır. O Allahla ünsiyyət və rabitə. Amma maraqlı burada bir dənə kəlmə var, isabə. İsabə sözü müsibət də buradan götürülüb. Müsibət, isabət yaydan oxu çəkməyə deyirlər. Amma o da kifayət eləmir. Nişangaha tuşlamalısan və çıxmalıdır ox ki, batmalıdır ora. Yəni, işi sonlandırmaq, işi bitirmək, biz bəzi vaxtlar 2-3 addımla istəyirik nəticələr əldə eləyək. Tələskənlik məyusluq gətirir. Elədir. Buna əcələ deyirlər. Quranın məfhumudur bu. Xuliqəl insanə min əcəl. Çox tələskən varlıqsan, təəssüf olsun. Sənin təbiyyətində tələskənlik var. Düzdür, sürət kəlməsi də işlənib. Allah deyib, sürətli olun. Bir tərəfdən deyib, tələsməyin. İzahı budur ki, baxın, meyvə hələ yetişməyib, dərmə onu. Amma yetişdisə, saryo, dər onu, yerə düşüb çürüyəcək. Bəzi vaxtlar insan o qızıl xətti tuta bilmir. Bəzi vaxt o tələskənlik bu məsələdə adamı məyus edir. Nə oldu, nəticə olmadı, nəticə olmadı. Qardaş, şöyle bir dayan da. Zamanla hərəkət elə, addım at. Ən azı, keçən dəfə də toxunduq buna, sən artıq bir sistemi içindəsən, proqramın var, işləkdir proqramın, nəticə də olacaq, görəcəksən, amma pillə-pillə və addım-addım getməlisən, tələsməməlisən. Bu, indi bu qədər ki danışdım, deyir ki, nə olmalıdır? Bir niyyət, 2, əzm iradə, 3, ilahi müvəffəqiyyət, 4-cü, isabə, işvi çatdır da, yəni proqramı yekunlaşdır da, yarıya can getmədə, çoxları yarıya qədər gedib, yarıda dayanır. Axıra çatdır. Nəticə labüddür. Allah vədidir. İlahi vəddir. Görəcəksən nəticəni. Necə görürsən? Allah deyir ki, hunəlikə təmmətis səadə. Sən 100% səid olacaqsan. Amma sənə tərtib olunmuş o hədəf, o proqram, o proqram pillə-pillə addım. Bir də mən deyərdim, Röşəməm təsdiq eləyər. Bir şey də var Röşəməm. Adam gələk, ana hədəf böyük olsun, ana hədəfə qədər kiçik-kiçik hədəflərə bölmək anlayışı. Psixologiyada bu da bəhsi var da. Mesela adam uzağı belə baxanda belə düşür də ruhdan. Zaman idarə olunmasında qeyd olunur ki, 2 hədəfimiz var da. Bir, yuxarı ali hədəfin olmalıdır, bir də ona çatacaq orta hədəflər. Aysan. O orta hədəflər də elə təyin olunmalıdır ki, ali hədəflərə sənə gedib çıxartsın, bir-birinə əlaqəli. Danışın. Yəni siz aparın mövzunu. Yox, buyurun. Yəni Yaxşıydı da deməsin, danışın, qəşəng danış, deyin. O ali hədəflərlə orta hədəflərin fərqi nədir? Bəzən sual yaranır ki, ali hədəf var da, orta hədəfə nə ehtiyac var? Ali hədəf çox uzaq vadəli olduğuna görə bir 30 il, 40 il, bəzən bir ömür gedirsən də, o çox uzaqda olanda ona gedən sənə orientir, istiqamət verici rollar oynayan orta hədəflər olmalıdır ki, sən yolundan sapmayasan. Bir də ki, hədəfə çatmaq bizdə həzz yaranır. Ali hədəfə mən 40 ildən sonra çatacağamsa, 40 ilə görə, o həzzə görə mən bəzən iş görmək istəmirəm. Ona görə kiçik hədəflər qoyuram ki, mən ona çatıram, həzz alıram. Məsələn, mən istəyirəm universiteti bitirim. Ancaq ora qədər bir 100 dənə kitab oxumalıyam. Hər kitabı özümə bir kiçik hədəflər qoyuram ki, o kitab bitirəndə bir 3 gündən sonra deyirəm, nə yaxşı, hədəfimə çatdım. Ancaq əslində sənin ali hədəfin deyildi, orta hədəfindir. Həzz verir.
dopamin hormonu ifraz olunur. Özünü xoşbəxt hiss eləyirsən. Hədəfimə yavaş-yavaş çatıram hissini verir. Güc yaranır. Ona görə orta hədəflər mütləq olmalıdır və orta hədəflərin digər xüsusiyyətləri də odur ki, insana güclü motivasiya verir. Sən ali hədəfdən əvvəl o orta hədəfləri başlayırsan görməyə, onlara çatdıqca və çatmaq eşqi yaranır. Biz eləyik ki, kiçik hədəf bizi daha çox ruhlandırır, nəinki çox uzun vadəli. Bu iş eləyəcəksən, 30 ildən sonra nəticəsini görəcəksən. O bəzən səni yora bilər, ancaq o yolda kiçik hədəflər səni aparır. İdmançılarda var, bəzən məşqçilər olur. Səni istəyir ki, dünya çempionu eləsin. Ancaq dünya çempionuna qədər zalda sənə kiçik hədəflər verir. 100 dəfə yerdən dartın, nə bilim, bu dəfə 100 dəfə eləmədin, 90 dəfə elədin, 100-ə sən çatırsan. Bu kiçik hədəflər çox önəmlidir. Burada problemlərdən bəzən biri budur ki, bizlər ali hədəf qoyuruq, orta hədəf qoymadığımıza görə həvəsdən tez düşürük. Düşürük, bəli. Çox düzgün qoşa. Bir də ki, hətta sizin dediyiniz bu metodu ariflər tətbiq edib ibadətə də edir. Deyir, lazım deyir, namazın hamısından zövq alsan. Heç olmasa bir dənə rükusunda, bir dənə Subhanallahdan zövq aldınsa, namazın şükür olsun Allaha. Orada da bir bərəkət var. Siz adam elə fikirləşir ki, elə bütün ibadətin özündən bir mənəvi hüzur əldə edib. Hətta deyir, bir dənə rükusundan hüzur əldə edirsən, o sən bir ömür bəsdir. Mən sonra hədis çıxdı qabağıma. Deyirsən, bəzi vaxtlar namazda bir dənə Subhanallah qəbul olur. Bir dənə xırda bilmə. Namazın hamısı yox, bir hissəsi qəbul. Çünki qəbul olunma mərhələsi. Orta hədəflərdə. Demək istəyirəm, asta-asta mənim pis vərdişləri tərk etmək istəyən insan o kiçik addımlarla, belə əldə fanar olur, görsən qaranlıqdır. Bura qədəri göstərir də mənə, düzdür? O tərəfi göstərmir. Bir addım geçsə o tərəfi də göstərəcək də. Bir addım geçsə o tərəfi də. Sən məyus olma, daha buranı görəm, ora yoxdur. Sən bura qədərin şükrün ver. Hətta lə in şəkərtum lə əzidənnəkum. Şükür elə söz artıraram da deyir. Biraz əlavə edərəm. Yadıma İmam Rızanın bir hadisəsi düşdü. Bir nəfər gəldi, biraz qəliz adam idi, görünən budur. Mən o portretini elə o hədisdə çəkdim öz zehnimdə, canlandı da. Gəldi, dərdi vardı, girdi içəri, salam aleykum, mənim dərdim var. İmam da oturmuşdu, qabağında sini üzüm var idi. Adam bir oturarı, bir salam elə ediyər. O saat birdən-birə dərdim var, müşkünü var. Tələsmədə, nə olub? Bir soruş necəsən? Hətta duada var bu. Hədislərdə qeyd olunur ki, duaya başlayıb Allahdan nəsə istəyəndə, deyən, ilahi, sən başqa nemət vermişdin, sənə təşəkkür edirəm. Onu da vermişdin, çox sağ ol. Bunları deyib, sonra gəldi məsələ. Bu da gəlib, oturan kimi salam, mənim dərdim var, müşkünüm var. Ağa dedi ki, İmam Rıza buyurdu ki, bir dənə üzüm dənəsini götürdü, buyur. Mən gəlmişəm, sənə dərd danışam, mən üzüm dənəsi versən. Kobud rəftar elədi. Ay, kobud insan. İmamla elə ünsiyyət qurmazlar. Durdu, ayağa çıxdı, getdi. İkincisi gəldi, oturan kimi imam bir dənə onu özətdi. Üzüm dənəsini verəndən sonra götürdü, qoydu ağzına, deyir, Əlhəmdülillahilləzi rəzəqənə biyyədikə. Həmd olsun aləmlər Rəbbinə, sən əlinlə məruzlənirdi. O üzümü yox, əli görür. Biraz başqa baxışı vardı, amma o mənə kim verdi? İmam xoşu gəldi, dedi, buyur üzümü. Salxımı verdi. Yenə şükür elədi. Sinini verdi. Yenə şükür elədi. Bağ verdi. Yenə bu dayandı, imam dayandı. Əslində mən çünki imamların həyatına baxanda həmişə Allahın əxlaqını anlamışam da. Təxəlləqu bi əxlaqillah. Onlar təcəssüm elətdirirlər də Allahın davranışı, necə insiyyat qurur insanların. Bu başa saldı ki, sən bir astadan başla, xırdadan başla, onun bir şükrün ver, bir sevin. Allah deyir, bir fəfrəh, mənlə sevinin də. O yetmir sizə, varam da. Bir onu sevin, bir addım at, onu gör, biraz get qabağa, fanar o birisi tərəfə də işıqlandıracaq. Və bir də ayılacaqsanız ki, nə boyda yolu qət eləmsən. Mən istəyirəm deyim, ən böyük problem o pis vərdişlərdən qurtulmaq istəyən insanlar ümidsiz olurlar. Çünki hədəf ki, təyin ediblər, uzaq hədəf. Ora baxırlar, ora mən necə çatacağım. Yox, qardaşım, sən start vermisənsə, artıq müəyyən uğurlar qazanmısan. Vaxtımı müəlliməm demişkən dondururam. Bunun ardını davam etdirmək istəyirəm. Əslində, maarif yolu da mərhələ-mərhələdir. Sən bir yerə çatırsan, orada öyrəndiyin biliyi tətbiq eləyirsən, sonra ikinci biliyi verilir. Həzrət Əlinin belə bir sözü var. Deyir ki, Peyğəmbərimizin tərbiyə metodu bu cürüdür. Bir insana bir ayə öyrədərdi. O ayənin arxasında olan mənaları başa salardı. Əgər kim ona əməl eləyərdisə, növbəti gün ikinci ayəni öyrədərdi.
Və deyir ki, mənə elə bir ayə yoxdur ki, mənə onu deməmiş olsun və mən ona əməl etməyim. Ona görə deyir ki, bütün Quran maarifini Peyğəmbərimiz mənə öyrətdi. Deyir, ancaq elə insanlar var idi ki, elə bir ayədə ilişib qaldılar. Əməl etmədiyinə görə ikinci ayə ona öyrədilmədi. Həyat da bu cürdür. Sənə bir dərs verir, kamillik yolunda, uğur yolunda. Sən onu dərsdən ibrət çıxartdın, əməl etdin, səni aparır ikinci mərhələyə. Yavaş-yavaş gözünü açırsan ki, sən öz sahəndə böyük peşəkarsan, mütəxəssissən, tanınmış bir insansan. Yox, əgər yolda dayandın, burada iki şərt var. O bildiyi və əməl etmədin. O hadisədən nəticə çıxartmadın, özünü dəyişmədin, orada qalırsan. İkinci də ki, istiqamət və mütəmadilik. Məsələn, məndən soruşsalar ki, məsələn, uğurun formulunu de, o formulunda ən önəmli olanlardan birini de. Məsələn, 5-liyə sal, ya da 3-liyə sal, mən 3-liyə. O 3-lükdə mən deyərdim ki, biri də davamiyyətdir. Yəni, sadəcə davamiyyət səni uğura aparır. İnnellezîne qâlû rabbunallah thumme istaqâmû. O istiqamət, o mütəmadili səni uğura aparır. Tam doğru. Və istər yanlış yolda, istərsə də yaxşı yolda. Fərq eləmir. Yəni, bir insan görürsən ki, səhv yolu gedib, ancaq necə böyük bir nailiyyətlər əldə edib, öz yanlış yolunda. Qayda budur ki, bu davamlı olub. Sən bir yerə qədər davam etmirsən, orada dayanmışsan, həvəsindən düşmüsən, adam həvəsindən düşmür. Hər gün o qapını döyüb. Səhv qapıdır, ancaq döyüb o qapını, o qapı da açılıb. Həyatın qaydası bu cürdür. Hansı yolda gedəcəksən, səni aparacaq. Və burada səni aparanda baxmır sənin irqi və, sənin milli kimliyi və, sənin əxlaq və, davranış Və və, ənləysə lil-insani illa ma sə'a. Ancaq nə səy edədin, nə zəhmət elədin, əvəzini də görürsən. Bu bir dənə qaydadır. Buna əməl etməsən nəticəsi yoxdur. Bir də ikinci məsələ ona toxunduq ki, əgər bir şeyi tamlıqla əldə edə bilmirsənsə, bütünlüklə də tərk eləmə. Peyğəmbərimizin də belə hədisi var da, bir şeyi tam əldə edə bilmirsənsə, tam da onu tərk eləmə. Məsələn, hansısa yaxşılıqlar çoxdur da, siz də işarə elədiniz ki, yaxşı şey gözəl niyyətlə icra edirsən. Nə qədər yaxşılıq var, yüzlərlə. Bunun hamısını eləyəndə olursan mükəmməl, kamil insan, yaxşı insan. Mən hamısını eləyə bilmirəm. Neyiniyim, onun hamısını tərk edeyim? Yox. Nə eləyə bilirsən, ondan başla. Zərərli vərdişlərdən danışırıq. Nə edə bilərsən? Onu zərərli vərdişi azalt. 10 dənə eləyirsənsə 9 elə, 8 elə. Hər saat o zərərli vərdişi eləyirsən 2 saatdan 1 elə. Yəni, bacardığın qədər addımlar atsan bu sayədə sən nəticə əldə eləyəcəksən. Biri gəlir Peyğəmbərimizin yanına, deyir ki, sənin yanında olan elə adamlar var ki, bunlar pis insanlardır. Deyir, kim? Göstərir birini. Deyir, bu oğrudur. Məhəllədə hamı bunu oğru kimi tanıyır, doğrudan da oğrudur. Gəl, mən onu desəm, bura gəlməsən, yanva gəlməsən, söhbətlərə qulaq asma, bu əməl eləməyəcək. Ancaq sən desən, sənin sözünə baxar. Bunu qov yanından. Ora daha gəlməsin, yanva gəlməsin, söhbətlərə qulaq asmasın. Peyğəmbərimiz deyir ki, yox, onun ən azı bu neyiniyir? Gəlir burada söhbətimi dinləyir. Mənim nəsiyyətlərimə qulaq asır. İkinci, gəlir burada bir ibadət eləyir. Sonra da gedir oğurluq eləyir. Deyir, bax, bu yaxşı işlər, bunu pis işlərdən çəkindirəcək. Zaten Quran hökmü də bu cürdə. Tənhə ənil fəhşə vəl münkər. Namaz insanı pis və çirkin işlərdən çəkindirər. Hədisi nəql eləyən deyir ki, doğrudan da Peyğəmbərimizin dediyi kimi oldu. Bir müddətdən sonra adam oğurluqdan əl çəkdi. Deyir, mən başa düşdüm ki, yanılmışam. Yəni, o vaxtı bunu qovsaydıq, bu insan elə oğurluqla gedəcəkdi, sona qədər olacaqdı qatı cinayətkar. Ancaq yaxşı pis arasında vicdanda öz işini görür axı. Yaxşı işlər o vicdanı qidalandırır, insan düşünür və yavaş-yavaş pisliklər get-gedə azalır, şərlər get-gedə azalır. Yox, sən Allahın tutması üçün ona heç bir ip verməsən, Düzdür. o ipləri, bütün yaxşılıqları kəssən, yaxşı insanlarla kontaktını sən qırsan, zülmət tərəfin qalib gələcək və sən o bataqlığa girib artıq məhv olacaqsan. Ona görə bir işi tamlığı ilə eləyə bilmirsənsə, bir gözəl işləri, onun hamısını da tərk eləmə, bacardığın qədər elə. Hədis yadıma düşüb, bir adam elə inanırsız, danışır. Düzdür, infaq haqqındadır, əl-ələ salamlandı. Amma bütün həyatı tətbiq eləmək olar. Hədis buyurur ki, azı ver, heç verməmək ondan da azdır. Əlbəttə. Gözəl. Doğrudan, Heç verməmək ondan da azdır. Heç az addım atım. Sən heç nə hesabla onu bir şeydir də, o lap yuxarı ilə baxır. Buradan başlamısan da çıxmısan, heçdən çıxmısan ən azından. Bu əslində bu söhbətlər
zərərli vərdişi olan insanlar üçün böyük ümiddir. 100%. Və zərərli vərdişlərlə mübarizə psixologiyasında da ümid birinci yeri tutur. Yəni mən eləyə biləcəm, məndə alınacaq. Əgər indi alınmırsa, sabah mütləq alınacaq. Önəmli olan addım atmaqdır. Az da olsa addım atım. Geriyə getsəm də yenə də gedim. Bu ümiddir. Və zərərli vərdişlər psixologiyasında o residiv faizi var da. Yəni insan bir cinayəti edir, islah olur, sonra qayıdır. Və ya da bir zərərli vərdişi tərk edir, sonra qayıdır. Bu residiv, bu qayıtma faizi o adamlarda az olur ki, o adamlarda ümid var. Qayıtsa da yenə də deyir ki, eybi yoxdur, mən yenə də çıxa bilərəm. Nə qədər ki, nəfəs alıram, o aşılmış, dağılmış divarı qaldırmaq olar. Bu şəhərdə kimsə yoxdur kitabının şüarı budur da. Yəni, ümid var. Ümid bitsə, nə vaxt deyinin, məndən adam olmayacaq. Artıq, yox, məndə alınmayacaq. Bunu nə vaxt dedinsə, doğrudan da səndə alınmayacaq. Həyat sənin ona ötürdüyün mesajları doğrultmaqla məşğuldur. İşi gücü budur. Belə bir məşhur hədis də var İslam Peyğəmbərindən. Bir neçə kitabımda da bundan istifadə eləmişəm. Deyir ki, Allah sənin zənnivin yanındadır. Var. Sən hədisdir. necə ümid edirsən? Hüsnü zən Allah yad məni etsin. bağışlamayacaq. Ona görə zən gəlib də. Hüsnü zən deyir, zən. Sən deyirsən ki, Allah məni bağışlamıyor. Bu suizəndir də, pis zən, gümanım var. Bağışlamayacaq. Çünki ən böyük günahlardan biri də yəsli, qunutdur, naümidilik. Deyirlər ki, küfürdən də böyüdür də. Çünki hər işin kökündə bu durur. Məndən adam olmayacaq. Mən dəyişən adam deyiləm. Dəyişməyəcəksən. Yox, əksinə, deyirsən, mən dəyişəcəm, necə? Məndə alınacaq. İndi olur hüsnü güman, hüsnü zən, yenə də elə həyata o cür görəcəksən. Allah sənə bu niyyətində də dəstək verəcək. Necə müamilə eləyirsən, necə baxırsan ətrafa, yaradılışı necə baxırsan, elə olacaqsan. İnsanlar məni sevir, hər yerdə mənə dəstək verən insanlar var. Hamının gözündə mən yaxşı insanam. Sən doğrudan da insanların gözündə yaxşı olacaqsan, hamı sənə sevgi saçacaq. Yox, əgər desən, yox, elə həyat bədbinlik üzərindədir, məndən alınmayacaq, hamı mənim üçün düşməndir, heç kəsin mən xoşuna gəlmirəm, bir iş eləyirəm, ikinci iş alınmıyor, doğrudan da səndə heç bir iş alınmayacaq. Bu çox önəmli bir mesajdır, ümid. İkinci bir məsələ də daxili motivasiya. Ümumiyyətlə, bu söhbətləri əgər zərərli vərdişlərlə mübarizəni biz iki hissəyə bölsə, biri daxili şərtlərdir, ikinci xarici şərtlər. Biz indi hər birindən danışdıq. Daxili şərtlər ümiddir, bir də iradə və motivasiya. Yəni, mən zərərli vərdişi niyə tərk edim? Bu sualın cavabı yoxdursa, səndə zərərli vərdişi tərk etmək alınmayacaq. Niyə zərərli vərdişi tərk etmək istəyirəm? Və sənin suala cavabın da çox böyük olmalıdır. Yəni, kiçik olsa alınmayacaq. Yəni, o qədər böyük səbəbin olmalıdır. Niyə bu zərər, niyə narkomaniyadan qurtulmaq istəyirsən? Nəyə görə içkini sən tərk eləmək istəyirsən? Niyə görə siqareti tərk etmək istəyirsən? Nəyə görə kobudluğu, bu da vərdişdir də. Hamını acılayırsan, hamını kobudluyursan. Niyə bunu tərk eləmək istəyirsən? Artıq sənin o şakilə və təbiətvə çevrilib. Niyə qurtarmaq istəyirsən? Ciddi, böyük bir səbəbin olmasa qurtarmayacaq. Mən həyatımda rastlaşdığım insanlar arasında, o kimlər ki, zərərli vərdişlərini tərk edib, onların bir neçə beynimdə olan o keysləri, o nümunələri bir dənə vərəqləyirəm bu dəqiqə və baxıb görürəm ki, onların güclü motivasiyası olub, güclü daxili istəyi olub, o enerjisi olub. Kimlər ki, geri dönüb, hansı ki, bir çoxları da geri dönüb o zərərli vərdişlərə, onların da daxilində motivasiya olmayıb və yaxud da o olub enerji, ancaq bir illik olub, bir ildən sonra bitib və gedib. Qurtulan və o zərərli vərdişlərə qayıtmayan, həyatını mükəmməl formada quran insanların o daxili motivasiyası arasında mən birinci görürəm inancı. Adam deyib ki, buna görə məni cəzalandıracaqlar. Bax, bu inanc adamı, elə deyim də, ən qatı narkotikdən qurtulub, cinayət aləmindən bu adamı çıxardıb, nə bilim, ailəsi ilə ünsiyyətini qurub, pis xasiyyətini, illərlə canına qanını işləmiş, o kobud, o insanları acılayan, heç kəsi düşünməyən, o egoist xasiyyətini dəyişib. Bir də ona görə ki, adam inanıb ki, bu səhv yoldur. Bunun sonunda mənə daha böyük bir cəza gözləyir. Allahım məndən razı deyil. Yəni, Allah sevgi. Deyib ki, yox, Allah bunu bəyənmir. Mən onun gözündə bu dəqiqə yaxşı insan deyiləm. O mənim bəyənmirsə artıq başqalarının bəyənməyinin, özümü bəyənməyinin önəmi yoxdur. Bir iman,
mənəvi dəyərlər, bir də hansısa bir ailə dəyərləri və yaxud da bir vicdan faktoru. Elə adam olub ki, ailəsini itirməyin qorxusundan bütün zərərli vərdişləri tərk edib. Nəyə görə ki, həyat yoldaşımı itirəcəm, övladı, elə adamlar var ki, deyir, övladım mənə gəldim evə, o pis bir vəziyyətdə gecə yarısında, qızım çıxdı qabağa, deyir, bir-iki dənə deyir, mənə söz dedi, o sözü adam utandığından dilinə gətirmirdi. Deyir, mənə bir-iki dənə deyir, söz dedi, o sözlə mənim həyatım dəyişdi. Yəni, mənə həmən adam danışmasa inana bilmirsən ki, necə olar illərin, yəni o pis yolun yolcusunu iki söz dəyişə. Ancaq deyir ki, mənə elə dedi, elə göz yaşları ilə, elə bir formada dedi ki, yəni gələnə qədər atasını gözləyib, atası da gecə 3-də, 4-də qapını açıb, çıxdı qabağıma, 2 dənə o sözü dedi. Yəni, onunla deyir, həyatım dəyişdi. Yəni, baxırsan ki, yəni, güclü istəyi yaradacaq hansı bir mənbəsi olmalıdır da. O olmasa, doğrudan o çətin bir şeydir. Kimdə də yoxdursa, onu doğrudan axtarsın, həqiqətən o böyük təsir edir. Çox sağ olun, Rövşən müəllim, təşəkkür. Bayaq o bir şey dedim, insan o müsbət düşüncəni özündə formalaşdırması üçün birinci şərti dedim, müşahidə etməlidir yaxşı insanların, yaxşı əməllərin. Bu vacibdir. Psixologiyada deyirlər ki, göstər. O çip his, dən his iki qardaşdır. Əsas çip hisdir. Onun bir kitabı var, Dəyişim, Change. O kitaba bir neçə dəfə istinad eləmişəm, təlim də keçmişəm o kitabdan. 3 saatlıq bir təlimdə, YouTube'da da var kanalımda. Orada deyir ki, dəyişimin şərtlərindən biri də göstərməkdir. Deyir, bir işçi, məsul rəhbər şəxs təyin oldu, şirkətin maliyyə məsələlərini araşdırsın. Bir gördüm ki, şirkətdə neçə min işçi çalışır. Bunlar əlcək alırlar bir şirkətdən. O əlcəyin qiyməti $17. Tam buna oxşar, keyfiyyətdə də bundan aşağı olmayan başqa bir əlcək var. $4 məsələn. İndi o dollar rəqəm yadındadır. Xeyli aşağı. Deyir, mən bunu gedib şirkətin rəhbərinə desəm, deməklə qəbul etməyəcəkdir. Deyir, neynədim? Bir böyük otaqda aldım bu ucuz əlcəklərdən və bahalı əlcəyi də aldım, gətirdim yan-yana qoydum. Tək əlcək deyildi, burada başqa vasitələr də vardı hamısı. Ki, şirkət ildə filan milyon rəqəm israfa gedir şirkətin cibindən. Rəhbərin də xəbəri yoxdur. Bu psixoloqdur bu adam. Şirkətə təyin ediblər ki, gəlsin, həm də maliyyə məsələlərinə qənaəti. Bir düzdüm hamısını masa üzərinə, gəldim, əyani dəvət elədim. Yəni, baxın, bu əlcəklə bu əlcəyin keyfiyyətində fərq yoxdur. Amma bu $17'dır, bu ondan 4 dəfə ucuzdur. Rəqəmlərlə vurdum, yanlarında göstərdim. Bax, bu qədər ildə şirkət ziyan edir təkcə əlcəkdən. Başqa vasitələri də göstərdim. Ondan sonra qərar verdilər. Göstər, əyani göstər. Dəyişimin əsas, vərdişin dəyişimin əsas göstər. İndi, bayaq bir misal çəkdim. Ustad Cəfərindən o hərəkətindən. Başqa bir iş adamı dostumuz danışırdı. Bunun milyonlarla misalı var. İndi bir-ikisini deyirik burada. Deyir ki, maşınımı saxlayırdım Yaşıl Teatrın həyətində və orada yaxınlıqda iş yerim vardı. Bunu danışan adam indi böyük bir iş adamıdır Azərbaycanda. Böyük bir şirkətin idarə heyətində çalışır. Deyir, bir 60-65 yaşında bir ahıl kişi orada yer süpürürdü. Hər gün səhər. Bir gün yaxınlaşdım, tanış oldum bu kişi ilə. Dedim ki, dayıcan, nə iş görürsən? O nə iş görürsən bilirəm, süpürür yeri. Bu ritorik sualdır da, yəni tanış olmaq üçün belə bir suallar verirlər. Bir güldü, dedi, bala, gəlib gedənlərin yolunu təmizləyirəm, insanlara xidmət edirəm. Deyir, mən o qədər düşündüm bu kişinin cavabından. Baxın, kişinin bu cavabı iş adamını düşündürüb, düşüncəsini dəyişib, həyata baxışını dəyişib. Bunu demək istəyirəm. Bax, düşüncəni dəyişmənin yolu. Niyə? Deyir ki,
psixologiyada var. Kimlik məsələsi, identity. Özünə kimliyi ver, qarşındakına da kimliyi ver. Dəyişmək istəyirsən, özünü dəyişmək istəyirsən, baxışını. Özünə kimliyi ver. Məsələn, ana övladına xidmət eləyir, əziyyətini çəkir. Azərbaycan analarının əlini öpürəm. Hə? Bir var ki, deyir ki, övladımı böyüdürəm. Bir də var, deyir ki, Azərbaycan vətəndaşına xidmət eləyirəm. Cəmiyyətimə layiqli vətəndaş təhvil verəcəm. Gör, nə qədər dəyişdi vəziyyət. Baxış dəyişdi. Özünə kimlik verdi bu adam. Özünə. Dünən yaxınlardan birini rayona yola salıram. Sürücü başqa bir rayonun sürücüsüdür. Öz rayonumuzun deyil. Ani oldu bu. Sonra yadıma düşdü ki, bu həmən kimlik məsələsidir. Bu priyomdan istifadə elədim, amma o bilmədən oldu. Dedim ki, ehtiyatlı sürün də maşını. Dedi, narahat olma. Dedim, bilirəm. O rayonun sürücüləri yaxşı maşın sürürlər. Kimliyi verdim ona, identity. Təsir psixologiyasıdır da. Güldü. Bəlkə də sürətli sürəcəkdi, o mənim sözüm yadına düşəcək, yığışdıracaq özün. Bəzən orada bizə müəllim sizə səhv məlumat veriblər. Ya. Heç kim tərifdən qaçmır ki, hamıya özüdür. Yine bu bir kişi də deyir, o ahıl yaşlı kişi. Bir var deyir ki, görmürsən bala, əziyyət çəkirəm də, süpürürəm, yeri süpürürəm, toz qalxır burada. Mənim bir də deyir ki, mən gəlib gedən insanlara xidmət edirəm. Azərbaycan insanlara xidmət edirəm. Bu vacib məsələdir. Əzizim, əməldə göstər. Bax, kişinin o əməldə göstərdiyi bizim o iş adamına, hansı ki, ali savadlıdır, dərs olub. Bir illər keçib, mənə danışırdı dünən bu hadisəni. Bir müəllim, bu hadisə mənə böyük bir dərs oldu. İndi bu bir məsələ. Bir, işlədiyim şirkətdə də bir adam vardı, şirkətin rəhbər heyətində. Yüksək maliyyə imkanları var idi, həyatımdan bezmişdi. Bir mənə deyirdi ki, mən həyatımdan bezmişəm, ləzzət almıram. Bir dedim ki, bilirsən niyə həyatımdan bezmirsən? Çünki özünlə əlaqəni qırmısan sən, əzizim. Bir, eyni antagonist şəxsiyyətlər, biri süpürgəsi həyata belə baxır və məmnun yer süpürür, mümkündür, nağıl deyil bunlar. Bunu da ay müəllim, nağıl danışma, nağıl deyil, həqiqətdir. Biraz insafla baxın məsələyə. İndi bu, əzizim, əməldə göstər. Azərbaycanı xaricdə, xaricilərə sevdirmək istəyirsən, əməldə göstər bunu. Kiməsə bir yaxşılıq elə. Yoxsa dur, səhərdən axşama qədər Azərbaycanın yaxşı ölkə olduğunu, Azərbaycan insanlarının gözəl insanlar olduğunu, fəlsəfəsini danış, amma əməldə heç nəyin olmasın. Ya, onlar Azərbaycanı sevməyəcəklər. Bu vacib məsələ. Deməli, birinci, göstər, müşahidə elə, düşüncəni dəyişmək üçün. İkinci. Vizual görüntü vacibdir. İkinci məsələ, sağlam düşüncəyə sahiblənmək istəyirsənsə, çünki sağlam düşüncə dediyi, sağlam vərdişlər formalaşdırır, müsbət işlər formalaşdırır. Təbiətdə gəzmək, təbiətdə. Təbiət safdır axı. Təbiət, meşə, sakitlik. Bir də körpə uşaqlarla ünsiyyət. Onlar da safdır axı. Səmimidirlər. Enerji mənbəyidir də. Körpə uşaqla ünsiyyət, bunlara özüm əməl edirəm deyirəm ha. Mütləq evdə körpə uşaq olmalıdır. Mütləq. Ya oğul, ya Mütləq. Allah bütün balaları qorusun. Onlar Uşaq böyüyəndən sonra nə olur? Necə? Uşaq Dedim də böyüdü. nəvə olmaz. Gedib axtarmaq lazımdır da, qohum əqrabada tapmaq lazımdır. Şükür Allaha Azərbaycanda. Körpə uşaqların ünsiyyət, onlar insana həyat eşqi verir, düşüncəni dəyişir həyata. Əzizim, Mövlana deyir, burada deyir, ey bəradər, to həman əndişəyi mabəqi xod ustuxanu rişəyi. Əzizim, ay qardaşım, sənin bütün varlığın düşüncəndir. Düşüncəni dəyiş, həyata nikbin bax. Bədbin baxma, nikbin bax. Əşi, bizim cəmahat elə belədir də. Necə yəni sənin cəmahatın elədir? Niyə təhqir edirsən özünü?
Sən də bu cəmaatın bir hissəsisən də. Sən də Azərbaycanlısan da. Biz düzələn deyilik. Deməli sən də düzələn deyilsən. Sən öz adından danış. Ay sağ ol. Heç öz adından da danışma. Heç özü də demə mən düzələn deyiləm. Bayaq Rövşən müəllim dedi. Təbiətdə gəzmək insanı o əsalətinə qaytarır, saflığa qaytarır. Həyat gözəldir, həyat gözəldir. Və o dedim körpə uşaqlarda o təbiət kimizdə saf, səmimi. İndi hələlik burada dondururam. Sonra axırda bir 2-3 dənə şeir oxuyacağam, vidalaşacağam. İnşallah. Buyurun. Mənim fikrim bəsdir bu. Mənim özüm üçün. Biz burada bir məqama da istəyirəm işarə edeyim. Ümumiyyətlə mütləq olaraq o içəridə da dəyişiklik getməlidir də. Onlardan biri də zərərli vərdişin hansı nəticə ilə sonlandığı məsələsidir. Sən əgər bu işin sonunda səni nə gözləyir, o barədə çox düşünsən, o da sənin əlvi pis vərdişdən soyudacaq və səni məcbur edəcək ki, ziyanlı tərəfini düşünmək. Ziyanlı tərəfini düşünmək, ola bilsin bu düşüncə pis vərdişidir, xasiyyətindir, ola bilsin hansısa əməldə elədiyin yanlışlıqdır. Mütləq olaraq onun sonluğu barəsində düşünməlisən, sən təhlil aparmalısan və bu cür həyat tərzi ilə yaşayan insan sonunda nə olublar? Yəni tənbəllik özü də zərərli vərdişdir. Tənbəl insanların sonu necə olur? Və yaxud da ki, həyatda fürsətləri əldən buraxan insanlar var. Qorxurlar, məsuliyyət altına girmək istəmirlər. Onların sonu nə olub? Onların aqibəti necə oldu? Bax, onları düşünmək, onların həyat tərzinə baxmaq və yaxud da ki, narkomanlar və yaxud da qumarbazlar, bu ludomaniya, bu qumar alətləri vərdişi bir dənə bu barədə ayrıca danışarıq. Bunu açsaq geniş bir mövzudur. Qəşəng olaraq. Bu dəqiqə cəmiyyətimizin faciəsidir də. Dəhşət bir şeydir. Özdə pis vərdişlərin belə bir xüsusiyyəti var. Bir pis vərdiş birində yarandısa, arxasınca başqasını da gətirir. Yəni bir xərçəng xəstəliyi kimi bir şey deyə. Bir beynində bir dənə zərərli düşüncən varsa, arxasınca ikincisi yaranacaq. Buna başlayır öz-özünə çoxalmağa. Qəşəng. Bir dənə pis xasiyyətin varsa, onunla mübarizə aparmırsansa, ən azı onu bloklamırsansa, sabah ikincisi yaranacaq, üçüncüsü yaranacaq. Belə adamın sonunu sən proqnozlaşdıra bilərsən. İndi düzdür bir 70% müsbət tərəfi var, 30% mənfidir. Ancaq adam o müsbət yox, mənfiyə köklənib. 30% o negativi mübarizə aparmaq istəmir. Rahat deyə bilərsən ki, bir ildən sonra bunun sonu necə olacaq? Bir insanın 30% müsbət tərəfi var, 70% pis tərəfi var. Ancaq adam o 70 tərəfinə nifrəti var, onu pis bilir, mübarizə aparmaq əzmindədir. Sən bunu da proqnozlaşdıra bilərsən. Bu düzələcək. Baxmayaraq ki, 70% həyatı, düşüncəsi, xasiyyəti pisdir. Ancaq adamın o əzmi var, o istəyi var, o enerji mənbəyi var. Bu dəyişəcək. Ona görə bu ciddi bir məsələdir. İnsan düşünsün sonluğu haqqında. Mühüm burada bir dənə maraqlı bir məqam var. Bəzən deyirlər, insanları niyə qorxu ilə sən islah eləmək istəyirsən? Bəzən dini ədəbiyyat barəsində də belə iradlar bildirilir ki, o Allah ki, zor gücünə adamı düzəltmək istəyir, mən o dini qəbul eləmirəm. Bu çox önəmli bir mövzudur. Bir nəfər belə bir tezisi ortaya qoyurdu. Mən ona dedim ki, sən filan vaxtı, yəni həyat yoldaşını o qədər belə adam vurmuşdu da, həyat yoldaşı gecə yarısı qonşusuna qaçıb getmişdi. Sonra parkingdə yaşlı kişini maşını park eləyəndə buna nəsə istədiyi yerdə parklamağa icazə vermədiyinə görə yaşlı kişini adam az qalırdı əzsin. Deyirəm, bax, səni kimləri üçün sevgi dili işləmir də. Sənin o ailəndə həyat yoldaşına qarşı zorakılığın qabağını sevgi almadı. O yaşlı kişiyə qarşı da sevgi işini görmədi. Ancaq filankəs sənə bir kobudluq eləmişdi. Ona görə ki, sənin rəhbərindir, sən ondan o sözü qəbul elədin. Və ona yaltaqlıq da eləyirsən, onu tərifləyirsən. Hansı ki, içində ondan zəhlən gedir. Nəyə görə? Ona görə ki, ondan qorxursan. Sən özün qorxudan danışırsan ki, yox, qorxu və nə bilim, bu zor gücünə islah olmaz, ancaq sən özün zora tabesən. O yerdə ki, zəif adamlar var, ondan sənə qorxu gəlmir, onları əzirsən. Bax, səni kimlərinin dili qorxu dilidir. Və o adam, Bertrand Russell'ın da belə sözü var. Deyir ki, o Allah ki, hansı deyir, mən dinlərə baxıram, görürəm onların Allahı zordan danışır. Sən bu pis işi görsən, mən səni cəzalandıracağam. Belə Allah mövcud deyil və mən onu qəbul eləmirəm. Bertrand'ın həyatına bax, adam az qalır dostlarının həyat yoldaşı ilə adamın şəxsi bir intim münasibətləri olub. Yəni, nə oldu? Sevgi səni islah eləmədi ki, səni yaxşı adam eləmədi. Sənin həyatına bir toxunuş eləyə bilmədi. Sən ki, o deyirsən, yox, qorxu olmasın, sevgi, sevgidən danışırsan. Sevgi səni niyə islah eləmir?
eləmədi? Niyə səni adam eləmədi? Yəni bu tipdə adamlar. Deməli sizin diliniz qorxu dilidir. Yəni insan tipi sevgi islah edə biləcək insanlar var. İmam Sadiq deyir ki, ibadətlər bölünür 3 yerə. Biri nemət eşqindən ibadət edirsən, biri qorxunun təsirindən ibadət edirsən, biri də ancaq Allahın sevgiyə layiq olduğuna görə ibadət edirsən. Orada da gətirib qorxu anlayışını qoyublar ha. Orada da bir qorxu da yenə də var. Bəli, o orada da hansı inkar. sevgidə? Allahın sevgisində bir dənə qorxum var ki, itirərəm bunu, ayrı düşərəm. Ya heybətindən, onun əzəmətindən yaranan xof. Bir dənə bax bu mövzu var ha, Rövşənəm. Bir dənə olar, buna ayrıca veriliş ayırağın. Bax, qorxu faydası. Sizin kitabınızda var qorxular. Bəli. Çox mükəmməl də kitab, şükür. Allah sizdən razı olsun. Və Allahdan qorxmaq lazımdırmı? Bu mövzu çox aktualdır. Mən bir layihatçı olaraq görürəm. Elə bu sual çox verirlər də mənə. O çox bəli. Amma bu mövzu haqqında bir dənə ayrıca danışaq onda. Bir ona da qeyd edeyim Aha. və biz əslində dini ədəbiyyata baxanda görürük qorxu Allaha nisbətli deyil, əməllərimizə nisbətdədir. Və din ədəbiyyatı deyir ki, sən pis əməllərindən qorx. Çünki pis əməllərin sonluğu pisdir. Peyğəmbərimizin 2 xüsusiyyəti var. Bir müjdə verən, bir qorxudan. Nəzir. Əslində o nəzir xüsusiyyəti, o qorxutma xüsusiyyəti hansısa bir mistik bir varlıqla qorxutmur ki, o səni döyəcək, səni cəzalandıracaq. Nəzirin xüsusiyyəti budur ki, sənə əməllərin təbii nəticəsini göstərir. O deyir ki, sən əgər bu yanlış yolla getsən, bax bu oğurluq yolundan, bu cinayətkarlıq yolu ilə, bu pis əxlaq yolu ilə getsən, sənin sonun bu uçurumdur. İndi özün seç. Bir yerdə də gözəl davranış tərzi ilə gedən insanların sonunda olan o mükafatları göstərir. Xüsusiyyət bundan ibarətdir. Demir ki, səni kimsə döyəcək. Yox, kimsə döymür, səni yandıran sənin əməllərindir. Belə. Bu maraqlı mövzudur. Mövzu çox maraqlıdır. Qurtardıq narahat. Bir dənə qısa edirəm ki, gələn verilişlərə görə. Məsələn, irfanda da, əxlaqda da bəhs var. Xoful firaq 1. Ayrılıq qorxusu. Sonra xofu təvəqquf. Allah bu qədər deyər, daha bəssindir, qaldırmaz məni. Sonra bizə xoful əzəmə, əzəmətdən, heybətdən və yaxud faydalı robdan xofu. fərqlidir. Özü də xofda olan robda deyil. Rob məsələn bir heyvandan qorxursan. Ancaq burada xofsa bir heybət və əzəmət hissinin qəlbində yaranmasıdır. Çox qəşəng. Lap yuxudan duran kimi yoruluram ilahi. Üstü kimi, duman kimi lal oluram ilahi. Yoruluram hər sözdən, hər kəlmədən, lap balamın oxuduğu nəğmədən. Bir sözə də daha dil bulamaq istəmirəm. Yalquzağa dönsəm də ulamaq istəmirəm. Dadı qaçıb şeirin, sözün, daha məni dinləndirən sözüm yox. Adamlarla danışmağa həvəsim, Allahla da danışmağa üzüm yox. Ah çəkirəm, gülür ahım. Ah çəkirəm, gülür ahım. Bu ah mənə inanmır. Deyəsən çoxdur günahım. Allah mənə inanmır. İndi qayıdır tezdən. Məni səndən özgə kim dindirər kim? İlahi, özümdən sənəcən lalam. Bir quş qanadında göndərəcəyin, bir təzə məzhəbə dinəcən lalam. Mənə torpaq dili, daş dili öyrət. Bəlkə də qəbrimdə dillənə biləm. İlahi, sən mənə quş dili öyrət. Uçmağı özüm də öyrənə biləm. Sağ olun. Buyurun. Təşəkkür edirəm hər birinizə, çox sağ olun, dəyərli fikirlərinizə görə. Sonda isə izləyicilərimizə bir elanı çatdırım ki, xanım Fatimənin əyyam günləri ilə bağlı, əza günləri ilə bağlı layihələrimiz olacaq. Ortaq nöqtə verilişi bir müddət fasilədən sonra yeni formatda davam edəcək. Sonda isə Allah ona tərəf təfəkkürlə addımlamağı nəsib etsin. Sağ olun.